Deməli, birinci sual. Verilən təzahür formaları hansı erki qabiliyyətə aiddir? Əzələrin enkəsi, əzəl liflərin Növbədə xüsusiyyəti, əzələrin reaktivi və onun elastikliyi. Bu avtomatik əzələ enkəsi deyirsə, bu qüvvə qüvvə gedir. qabiliyyətidir. Qüvvə qabiliyyətidir. Sonra ikinci suala baxaq. Sürət qabiliyyətinin təzahür formasına aid olan düzgün variantı seçin. Antagonist və sinergist əzələlərin koordinasiyası bu sürətə aid deyil. Bunu götürmürük. Maddələrin mübadiləsi, orqanizm enerji mənbələri, onların xüsusiyyətləri aid deyil. Bunlar aiddir qüvvəyə. İdmansının sinir sistemi və sinir əzələ aparatının vəziyyəti, bəli, bunu götürürük. Əzələ liflərin xüsusiyyəti, əzələ sürətli liflərin miqdarı. Deməli, sürət sözü varsa, sürət sözü varsa, biz burada götürürük 4-ü də. Avtomatik cavab 3, 4. Cavab B-dir. Növbəti suala keçək. Verilən təzahür formalar hansı erki qabiliyyətə aiddir? İdmansının sinir sistemi və sinir əzələ aparatının vəziyyəti, əzələ reaktivi və elastikliyi, əzələ qüvvəsi. Sinir sistemi və sinir əzələ aparatı varsa, avtomatik bu ya sürətdir və yaxud da sürət güc qabiliyyətidir. Burada deməli sürət güc qabiliyyətidir. B bəndidir. Dördüncü suala baxaq. Sürət güc qabiliyyətinə aid olan təzahür formasının müəyyən edin. Sürət gücə aid deyil. Maddələrin mübadiləsi, orqanizm enerji mənbələri, onların xüsusiyyəti. Maddələrin mübadiləsi varsa qüvvəyə aiddir. Qüvvədir. B bəndinə baxaq. Əzələ fəaliyyətini nizamlayan sinir impulsları, gücü və tezliyi. Sinir impulsları varsa avtomatik qüvvədir. D bəndi. Əzələnin anaerob şəraitinin təqərrüsünü təmin edən enerji mənbələri. Anaerob deyirsə oksigensizdir. Oksigensizsə aiddir sürətə və yaxud da sürət güc qabiliyyətinə. Deməli, burada sürət gücdür. Cavab C. Növbəti suala keçək. 5-ci sual. Çevişlik qabiliyyətinin təzahür formasına aid olan düzgün variantı seçin. Çevişliyi. Hərəkəti dəqiq təhlil etmə bacarığı. Bəli, çevişliyə aiddir. 1. İdmansız cəsarət və qətiyyəti. Bəli, çevişliyə aiddir. İdmansız sinir sistemi və sinir aparat əzələlərin vəziyyəti aiddir sürət və yaxud da sürət güc qabiliyyətə. Xeyr. Əzəl liflərin xüsusiyyəti, əzəl sürətli liflərin miqdarı. Bu aiddir sürətə. Sürət sözü varsa, deməli sürətdir. Bizim cavabımız 1, 2-dir. A bəndi. 6-cı suala keçək. Verilən təzahür formaları hansı erki qabiliyyətə aiddir? Hərəkət analizatorlarının səmərəli fəaliyyəti. Analizatorlar varsa, aiddir çevikliyə. Hərəkət fəaliyyətin koordinasiya çətinliyi, fəaliyyət çevikliyi. Çevikliyi, cavab B. 7-ci suala keçək. Sürət qabiliyyətinə aid olan təzahür formasını müəyyən edin. Sürəti deyil. İdmansın təcrübəsi ümumi hazırlıq səviyyəsi. İdmansın təcrübəsi ümumi hazırlıq səviyyəsi çeviklik qabiliyyətidir. Çeviklik qabiliyyəti. Əzələ fəaliyyətini nizamlayan sinir impulsları. Sinir impulsları isə qüvvə qabiliyyətidir. Qüvvədir. Qüvvə. Əzələlərin anaerob şəraitinin təqərrüsünü təmin edən enerji mənbələri. Bəli, elə budur. Anaerob sözü varsa, dedik ki, enerji sürət qabiliyyətinə aiddir. 8-ci suala keçək. 1-ci 8. Dözümlülük qabiliyyətinin təzahür formasına aid olan düzgün variantı seçin. Dözümlülük deyil. Hərəkəti dəqiq təhlil etmə bacarığı. Hərəkət dəqiq təhlil etmə bacarığı çeviklik qabiliyyətinə aiddir. Çeviklikdir, bəli. İdmansın cəsarət qətiyyəti çevikliyə aiddir. Çevikliyə aiddir. İdmansın sinir sistemi və sinir əzələ aparatının vəziyyəti aiddir sürətə və yaxud da sürət güc qabiliyyəti. Sinir sistemi. Yalnız burada texniki ustalıqdır, dözümlülük qabiliyyətinə aiddir. Yalnız cavab deməli Y.